Milyarder olma xəyalım var. Gün 7434. Burada göz altlarım məni çox narahat edir. Tez bir şəkildə kitab ağlıram ki, heç kəs görməsin. Bugün bir yerdə kitabxanaya gedirik. Çünki milyarder olmaq üçün hər gün kitabxanaya getmək lazımdır. Bu dediyimi özümdə inanmadım. Çünki daha tez milyarder olmaq üçün ticarətə falan atılmaq daha ağıllı bir seçim olardı. Amma biz özümüzə əzab verməyi sevirik. Buna görə də tip seçmişik. Burada isə sadəcə kapatıcı istifadə edəcəm deyən qızı görürsünüz. Ən azından kitabları qəşəng görsənək. O sakitçilikdə qarnımın qurulduğuna tutduğuna görə yanımıza bir kişiyə götürürük. İncidən kitabxana əhlindən üzr istəyirəm. Axır ki kitabxanaya gələ bildim. Günorta oldu. Hətta mənim fikrim çox dağınıq olur. Ona görə kitabxanaya gedirəm. Amma burada fikirləşirəm ki, dərs oxumaq bir seçimdirmi, məcburiyyətdirmi mənim üçün, evdə yatsam daha yaxşı olardı. Sonra fikirləşməyə buraxıb dərs oxumağa keçirəm. Nəyə güvənib çöldə oturmuşdum bilmirəm. Üşüyüb içəri keçirəm və içəridə dərs oxumağa davam edirəm. Və təxmin etdiyim kimi qarnım qurulduyur, ona görə bir şeylər yeyirəm. Ən əziyyət çəkdiyim şeylərdən biri dərsə həqiqətən də fokuslanmaqdır. Ona görə əllərimlə belə qəribə hərəkətlər elədiyimi görə bilərsiniz. Çay içirəm, şokolad yeyirəm, çay içirəm, şokolad yeyirəm. Vloqum bu qədər idi. Gələn videolarda görüşmək üzrə, izləmədə qalın.